Salam əzizlərim, hər vaxtınız xeyir olsun. Biz bu videoda sizinlə DİM 2025-ci ilin histologiya bölməsinə aid olan hüceyrə strukturları və onların funksiyaları ilə bağlı testlərin izahlarını verəcəyik. Başlayırıq birinci sualdan. Əksər suallar burada təbii ki, əzbərə əsaslanan suallardır. Yəni bildiyimiz kitabda verilən cümlələrə əsaslanan suallardır. Ona görə elə konkret cavabları deyib keçəcəyik, gedəcək. Məsəl üçün, Yunancadan birinci sualda deyir, fagos sözünün mənası nə deməkdir? Fagos sözünün mənası udmaq deməkdir. Yəni birinci sualın cavabı D bəndi. İkinci sualda mitoz sözünün Yunan dilindən tərcüməsi nə deməkdir? Yəni bu mitoxondri sözündə olan mitos sözündən götürülmüşdür. Mənası da deməkdir sap, tel bu mənaya gəlir. Yəni cavabımız D bəndi. Üçüncü sualda xondrion sözünün mənası nə deməkdir? Xondrion sözünün mənası da dənəvər deməkdir. Yəni cavabımız B bəndi. Dördüncü sualda sitos sözünün Yunan dilindən tərcüməsi nə deməkdir? Hüceyrə deməkdir. Histologiya sözündəki sitos. Hüceyrə deməkdir. Ona görə cavabımız Y bəndi. Beşinci sualda lizis sözünün Yunan dilindən tərcüməsi lizasom sözündəki lizis sözündən götürülmüşdür bu. Lizis Yunan dilindən həll edirəm deməkdir. Somada bədən deməkdir. Ona görə 5-ci sualın cavabı A bəndi olacaq. Altıncı sualda membran sözünün latın dilindən tərcüməsi nə deməkdir? Plazmatik membrandan bu şəkildə götürülüb. Demək, membran sözünün mənası dəri, örtük mənasına gəlir. Yəni cavabımız Y bəndi. 7-ci sualda Robert Hooke aşağıdakılardan hansını tədqiq edərkən hüceyrə terminini işlətmişdir? Ağacın mantar qatına baxmışdır. Yəni cavabımız Y bəndi. Ölü hüceyrəni görmüşdür. Sadəcə orada qılaf var idi təbii ki. 8-ci sualda sentriollar nə edəcək? Hüceyrənin bölünməsində iştirak edəcək, bölünmə vətərlərini əmələ gətirəcək və xromosomların qütblərə çəkilməsində iştirak edəcək. Sentriolların da bu sualın cavabı nə olacaq? Təbii ki, C bəndi. Hüceyrənin bölünməsində iştirak edirlər. 9-cu sualda xarici mühitlə və qonşu hüceyrələrlə bilavasitə qarşılıqlı əlaqəni nə təmin edir? Endoplazmatik şəbəkə. Üzr istəyirəm. Endoplazmatik şəbəkə, plazmatik membran. Plazmatik membran. O da qılafın bir hissəsi olduğuna görə 9-cu sualda cavab C bəndi olacaq. 10-cu sualda yağların və karbohidratların sintezi gedir. Yağların sintezi Golgi kompleksində və hamar endoplazmatik şəbəkədə gedir. Karbohidratların sintezi yenə Golgidə, hamar endoplazmatik şəbəkədə və ali bitki hüceyrəsindən danışırsa xloroplastda da baş verə bilir. Burada da ortaq olaraq cavabımız nə olacaq? B bəndi olacaq. Hamar endoplazmatik şəbəkə və Golgi aparatı. 11-ci sualda həyat fəaliyyəti üçün zəruri olan zülallar sintez olunur. Təbii ki, harada zülal sintez olunacaq? Ribosomda sintez olunacaq. İndi burada da ribosom yoxdur, amma ribosomun yerləşdiyi orqanoidlər var ki, deyək ki, mitoxondridir, plastiddir. Onların içərisində də ribosomlar olur ki, həmin ribosomlar o orqanoidin özləri üçün zülal sintez edirlər. Yəni burada cavabımız mitoxondri və plastid olacaq D bəndi. Öz zülallarını özləri sintez edirlər. 12-ci sualda membransız hüceyrə strukturlarına gələndə burada mütləq şəkildə ribosom var, hüceyrə mərkəzi var. Hüceyrə strukturu dediyinə görə nüməciyi də burada götürə biləcəyik həmçinin. Ona görə cavabımız B bəndi. 13-cü sualda bir membranlı hüceyrə strukturlarına gələndə burada biz lizasom, Golgi aparatı, endoplazmatik şəbəkə, vakuolda yaza bilərdilər. Yəni cavabımız D bəndi olacaq. 14-cü sualda hüceyrədə olan karbon qazını hansı orqanoidlər istifadə edirlər? Fotosintez prosesini həyata keçirmədə rol oynayan xloroplastlar istifadə eləmiş olurlar. Karbon qazından istifadə edirlər və üzüm maddə sintez edirlər. 15-ci sualda ali bitki hüceyrələrində olmur. Ali bitki hüceyrələrində ya hüceyrə mərkəzi olmayacaq, ya da lizasom olmayacaq.
Bu cavablardan birini axtaracağıq. A bəndi olaraq götürəcəyik cavabımızı. 16-cı sualda. Sərbəst oksigen əmələ gətirə bilər. Təbii ki, fotosintez prosesi nəticəsində xloroplast bunu əmələ gətirə bilirdi. Ona görə cavabımız A bəndi. 17-ci sualda. Hüceyrəyə daxil olan oksigenin çox hissəsini işlədən orqanoid hüceyrə tənəffüsündə rol oynayan nədir? Mitoxondridir. A bəndi. 18-ci sualda. Heyvan orqanizmində hüceyrə tənəffüsünü təmin edən quruluş və ya orqanoid yenə cavabımız mitoxondri olacaq. 19-cu sualda. Hansı hüceyrə ən sadə quruluşa malikdir? Təbii ki, burada biz bakteriya hüceyrəsi götürəcəyik də. Yəni, bu da streptokoklardır. C bəndi. Bakteriya hüceyrəsidir bu. Nüvəsi yoxdur. Formalaşmış nüvəyə malik deyil. Membran quruluşu orqanoidlərə malik deyil. Bircə dənə bu yazıqların ribosomu var idi orqanoid kimi. 20-ci sualda lizosomlar formalaşır. Harada? Golgi kompleksində. Cavabımız B bəndi. 21-ci sualda bitki hüceyrəsinin ikiyə bölünmə yolu ilə çoxalan orqanoidləri. Bitki hüceyrəsinin ikiyə bölünmə yolu ilə çoxala bilən orqanoidləri plastidlər idi və mitoxondrilər idi. Ona görə cavabımız burada D bəndi olacaq. Mitoxondri və xloroplast. 22-ci sualda bitki hüceyrəsinin nuklein turşularının sintezini həyata keçirən orqanoidləri. Aha, orqanoidləri deyirsə, biz burada mitoxondri və plastidi götürəcəyik yenə. Niyə görə? Çünki onların tərkibində DNT var idi. DNT öz-özünü törədə bilirdi. Yəni, burada replikasiya prosesi gedirdi. DNT-dən RNT sintez olunurdu. Yəni, transkripsiya prosesi də getmiş olurdu. Cavabımız xloroplast və mitoxondri B bəndi. 23-cü sualda. Yunan mənşəyi karyon sözünün tərcüməsi latınca nə deməkdir? Nüvə deməkdir. Karyon Yunan dilindən tərcümədə. Latın dilində də nukleus sözü nüvə demiş olacaq. Ona görə cavabımız B bəndi götürüləcək. 24-cü sualda. Hüceyrənin inkişaf vahidi olmasını ilk dəfə sübut etmişdir. Karl Beer məməlilərin yumurta hüceyrəsini kəşf edərək onların hüceyrənin ilk dəfə orqanizmin ən kiçik quruluş vahidi olduğu, inkişaf vahidi olduğu fikrini söyləmişdir. Ona görə cavabımız Y bəndi. 25-ci sualda heyvan hüceyrəsində iki hissəcikdən, cisimcikdən ibarətdir. Ribosomlar iki müxtəlif ölçülü hissəcikdən ibarətdir. Hüceyrə mərkəzi iki eyni ölçülü hissəcik olan sentriollardan təşkil olunmuşdur. Cavabımız A bəndi olaraq götürüləcək. 26-cı sualda hüceyrədə müxtəlif ölçülü iki hissəcikdən təşkil olunmuşdur. Dediyimiz kimi cavabımız Y bəndi ribosom olaraq götürüləcək. 27-ci sualda bir-birinə perpendikulyar yerləşmiş iki cisimcikdən ibarətdir. Burada da cavabımız hüceyrə mərkəzi olaraq götürülməlidir. B bəndi. 28-ci sualda bütün canlı hüceyrələrdə olan struktur. Təbii ki, bütün canlı hüceyrələrdə olacaq ribosomlar. Ona görə cavabımız B bəndidir. Bütün aləmlərdə var. Hətta aləmlərin bütün canlı hüceyrələrində bu ribosoma rast gəlmək olur. 29-cu sualda. Hüceyrənin hansı orqanoidi hesabına plazmatik membranın təzələnməsi prosesi baş verir? Təbii ki, Golgi kompleksinin hesabına olur bu proses. Yəni, bunlar kitab cümləsidir. Cavabımız B bəndi olaraq götürüləcək. 30-cu sualda. Dənəvər endoplazmatik şəbəkə üçün yanlışdır. Kanal və boşluqlarının membranında çoxlu miqdarda ribosomlara rast gəlinir. Doğrudur. Mitoxondri olan hüceyrələrdə təsadüf olunmur. Bax, bu səhv fikirdir. Eukaryot hüceyrələrdə mitoxondri də var, endoplazmatik şəbəkə də var. Ona görə bu fikir səhv fikir olmuş olacaq. B variantı götürüləcək bizim cavabımız. Bir membranlıdır, bəli, zülal sintezində iştirak edir, bəli, tutaq ki, hüceyrədən xaricə daşınacaq fermentləri, hormonları, zülalları sintez edən elə bu dənəvər endoplazmatik şəbəkədir. Bakteriyalarda təsadüf olunmur, bu da doğru bir fikirdir. Prokaryotlarda membran quruluşlu, orqanoid yoxdur. 31-ci sualda.
Həm prokaryot, həm də eukaryotlara xasdır. Təbii ki, DNT və RNT həm prokaryotlarda var, həm də eukaryotlarda var. C bəndi olacaq bizim cavabımız. A bəndində mitoxondri getdi. B bəndində həm plastid, həm hüceyrə mərkəzi getdi. C bəndində mitoxondri formalaşmış nüvə getdi. Y bəndində sentriollar və formalaşmış nüvə getdi. C bəndi qalır bizim cavabımız. 32-ci sualda bitki hüceyrəsində karbohidratların sintezi və toplanması müvafiq olaraq baş verir. Karbohidrat sintez olunacaqsa, əsasən xloroplastda sintez olunacaq bitki hüceyrəsində, düzdür, hamar endoplazmatik şəbəkədə Holgidə də sintez olunur. Amma burada sualda bitki hüceyrəsi vurğuluyursa, konkret xloroplastı axtarmalısınız birinci. Sintez olunur xloroplastda və ehtiyat qida maddəsi kimi toplayıb saxlayır leykoplastda. Cavabımız B bəndi olacaq. 33-cü sualda ATF sintez olunur. Ümumiyyətlə baxdığımız zaman ATF fotosintez prosesi zamanı xloroplastda sintez oluna bilər. Oksigenli tənəffüs zamanı mitoxondrida sintez oluna bilər. Oksigensiz tənəffüs zamanı stoplazmada sintez oluna bilər. Bakteriyalarda da oksigenli tənəffüs zamanı mezosomlarda sintez oluna bilər. Biz bunlardan birini axtarmalıyıq. Cavabımız da nə olacaq? D bəndi mitoxondri. 34-cü sualda qran demişdik nədir? Xloroplastın daxili membranını əmələ gətirən hissə idi. Sanki demişdik ki, biz üst-üstə yığılmış boşqabların cəmi idi qran. O boşqabları biz tilakoid götürmüşdük. O tilakoidləri üst-üstə yığıb qranı əmələ gətirirdik. Ona görə də bizim cavabımız nə olacaq? Xloroplastın daxili membranının yastılaşmış strukturudur. Yəni cavabımız D bəndi olaraq götürüləcək. 35-ci sualda krista sözünün mənası nədir? Krista nədir? Krista da mitoxondrinin daxili membranının qırışlarıdır. Qırışlarıdır. Bu da cavabımızın B bəndi olduğunu bizə göstərir. 36-cı sualda hüceyrənin ən qədim orqanoidlərindən biri təbii ki, burada ya qamçı olmalıdır, ya ribosom olmalıdır. Bakteriyada olan, çünki onlar da ən qədim orqanizm bakteriyalardır və onlarda da olan orqanoidlər hərəkət orqanoid kimi qamçıdır. Hüceyrəvi orqanoid kimi təbii ki, ribosomdur. Bunlardan ikisindən birini axtaracağıq. Ona görə də cavabımız qamçı olaraq götürüləcək. 37-ci sualda hüceyrənin ən qədim strukturu burada da xromosom olaraq götürə bilərik bunu. Çünki bakteriyanın özündə belə xromosom var. Mən bunu suallara salanda və yaxud da soruşanda nüvənin ən qədim strukturu kimi soruşuram. Çünki nüvənin içərisinə daxil olan nüvə pərdəsi, nüvə şirəsi, nüvəcik və xromosom. Bunlardan biri sadəcə xromosom bakteriyanın tərkibində var. Bakteriyanın hüceyrə quruluşunda var. Tək xromosomu var. Ona görə bunu da ən qədim struktur kimi götürə bilərik. 38-ci sualda hüceyrə daxili həzm prosesinə həyata keçirilən orqanoidin formalaşdığı bir membranlı orqanoid hansıdır? Golgi kompleksidir. Hüceyrə daxili həzm prosesini lizosom həyata keçirir. Bunu formalaşdıran da Golgi kompleksidir. Yəni cavabımız A bəndi. Bu, bilmirəm, 2024-dəmi ya 2023-dəmi qəbul sualı olub. Bax bu sual. Abituriyentlərin qəbul sualı. 39-cu sualda karyon sözünün Yunan dilindən tərcüməsi nə deməkdir? Nüvə deməkdir. 40-cı sualda da nukleus sözünün latın dilindən tərcüməsi nə deməkdir? Yenə nüvə deməkdir. 41-ci sualda qeyd edilən orqanoidlərdən quruluşuna görə xloroplastlara daha çox oxşar olan, demişdik, quruluşuna görə oxşar, funksiyasına görə əks olan orqanoidlər mitoxondridən xloroplastdır. İndi quruluşuna görə xloroplasta oxşar olur. Hansı? Mitoxondri. D bəndi. 42-ci sual. Qeyd edilən orqanoidlərdən quruluşuna görə mitoxondrilərə daha çox oxşar olan hansıdır? Cavabımız C bəndi xloroplastdır. 43-cü sualda
Xlorofilə canlıların neçə aləminin nümayəndələrində təsadüf edilir? Təbii ki, bitkilərdə var, heyvanlarda, yaşıl evqlenada, volvoxda, xromatoforun daxilində var və bakteriyalarda, siyanobakteriyalarda plazmatik membranın üzərində, yaşıl və qırmızı bakteriyada isə sitoplazmada yerləşir. Göbələklərdə bir dənə xlorofilə rast gəlmir. Ona görə cavabımız Y bəndi. 44-cü sualda. Bitki orqanizmində hüceyrə tənəffüsünü təmin edən struktur və ya orqanoid hansıdır? Mitoxondridir təbii ki. 45-ci sualda. Hansı canlılarda hüceyrə divarına rast gəlinər? Baxırıq. Hüceyrə divarına rast gəlinər deyirsə, demək ki, burada bitki hüceyrəsi, göbələk hüceyrəsi və bakteriya hüceyrəsi olmalıdır. Tamam. İndi burada baxırıq ki, Parmelia şibyədir. Şibyə ya göbələkdən bakteriyanın birləşməsidir, siyanobakteriyanın. Ya da göbələkdən yosunun birləşməsidir ki, burada hüceyrə divarı olacaq. Bir doğrudur. Laminaria yosundur, bitki hüceyrəsidir. Hüceyrə divarına rast gəlinəcək. Siyanobakteriya və plevrakok bakteriyadır. Burada hüceyrə divarına rast gəlinəcək. Amöb heyvan hüceyrəsidir. Burada hüceyrə divarı yoxdur. Ona görə cavabımız C bəndi 1, 2, 3, 4 şəklində götürüləcək. 46-cı sualda. Laboratoriyada bir hüceyrəni mikroskopla araşdıran bir tələbə 10 ekariot bir canlıya aid olduğu qənaətinə gəlir. Buna səbəb aşağıdakılardan hansı ola bilər? İrsi məlumata malik olmaq, bunu götürməyəcəyik. Niyə görə? İrsi məlumat DNT falan, RNT, bunlar zaten prokaryotda da var, bakteriya hüceyrəsində. İki lipid cərgəsinə malik orqanoidin olması, bax bunu götürə bilərik. İki lipid cərgəsi bir membranlı orqanoidlərdədir. Membran quruluşuna malik orqanoidlərdə ümumiyyətlə bakteriyada, yəni prokaryotda yoxdur, ancaq eukaryotda var. Ona görə ilə cavabımız B bəndi olacaq bizim. Transkripsiya prosesinin sitoplazmada getməsi bu bakteriya hüceyrəsinə xasdır. Membransız orqanoida malik olmaq, ribosom, yəni membransızı həm prokaryotda, həm eukaryotda var. Hərəkət orqanoidinə malik olmaq, bu da prokaryotda da ola bilər, eukaryotda da ola bilər. 47-ci sual. Bir hüceyrəlilərin yalnız bir qismində rast gəlinir. Hamısında yox. Yalnız bir qismində rast gəlinir. Təbii ki, cavabımız hüceyrə divarıdır. Heyvanlarda, məsələn, bir hüceyrəli heyvanlarda hüceyrə divarı yoxdur. Bitkilərdə var, göbələklərdə var, bakteriyalarda var. Amma bir hüceyrəli heyvanlarda yoxdur. Ona görə cavabımız Y bəndi. Anabolizm prosesini həyata keçirməyən hüceyrə orqanoidi. Anabolizm prosesi nə deməkdir? Sintez. Yəni, nə isə yaratmaq, sintez eləmək. Ribosom zülal sintez eləyər. Golgi kompleksi lipidləri, karbohidratları sintez eləyər. Endoplazmatik şəbəkə dənəvərdirsə zülal sintez eləyər. Hamardırsa karbohidratları, lipidləri sintez eləyər. Bura müsbət yox, daha doğrusu mənfi qoyulmalıdır. Ki, bunları çıxırıq. Bunlar çıxırıq. Mitoxondridir, daxilində zülal sintez eləyə bilər. Amma lizosom sintez prosesini həyata keçirməz. Ancaq parçalayar. Cavabımız Y bəndi. 49-cu sual. Rəngli cisim nədən ibarətdir? Rəngli cisim deyəndə xroma rəng deməkdir. Soma da bədən deməkdir deyə düşünürəm. Xromosom şəklində götürər burada bizim cavabımızı. Xromosomun da tərkibi DNT-dən və histon zülallarından ibarətdir. Yəni cavabımız A bəndi olaraq götürüləcək. 50-ci sualda. Eukaryot hüceyrələrdə amin turşularının zülallarla ardıcıllığı haqda məlumat əsasən hansı strukturlarda saxlanılır? Zülallarla bağlı olan ardıcılığı haqda məlumat təbii ki, nüvədəki, yəni belə deyək də, bu nədir? İrsi məlumat DNT-də saxlanılır. DNT də yəni nüvədə xromosomun tərkibində olacaq.
ya mitoxondri də olacaq, ya da plastidlər də olacaq da, xloroplastda falan. Amma burada mitoxondri, xloroplast yoxdur, nüvə var. Ona görə cavabımız A bəndi nüvə şəklində götürəcəyik. 51-ci sualdan canlı orqanizmlərin 4 aləminin hamısında rast gəlinən orqanoid hansıdır? Təbii ki, ribosomdur. Hamıda var. Cavabımız D bəndi. 52-ci sualda hansı orqanoid fəaliyyəti zamanı ən çox karbon qazı buraxır? Tənəffüs eləyən. Oksigeni alır, karbonu buraxır. Nədir? Mitoxondri. A bəndi. 53-cü sualda ribosom hansı maddələrdən təşkil olunub? Ribosom erintisindən və zülaldan təşkil olunub. Ona görə onu nukleoprotein tərkibli orqanoid adlandıra bilirik. Cavabımız D bəndi. Dəqiqə. Aha, 53-ü izah elədik. 54-cü sualda. Fagositozda iştirak edən bir membranlı hüceyrə orqanoidi hansıdır? Fagositoz nədir? İri ölçülü bərk maddələrin plazmatik membranla qida vakulu şəklində orqanizm hüceyrəyə daxil olması və ona da sonra lizosom birləşir, həzm vakuluna çevirir onu. Cavabımız B bəndi olacaq 54-cü sualda. 55-ci sualda fəaliyyəti zamanı ən çox oksigen ifraz edən orqanoid hansıdır? Xloroplastdır. Fotosintez prosesini həyata keçirir, glukoza və oksigen əmələ gətirir. 56-cı sualda həqiqi ölçüsü göstərilmiş canlının Anton van Leeuwenhoek öz mikroskopunda maksimum hansı ölçüdə görə bilərdi? Həqiqi ölçüsü göstərilib 0,5 nanometr. Düzdür? Anton van Leeuwenhoek'un mikroskopu 270 dəfə böyütmək qabiliyyətinə malik idi. Və biz burada nə edəcəyik? 270-i vuracağıq 0,5'e. Cavabımız da burada olacaq 135 nanometr. Yəni C bəndir. 57-ci sualda heyvan hüceyrələrində membransız orqanoid hüceyrə daxili həzmdə iştirak edir. Xeyr. Hərəkət orqanoidinə rast gəlmək olar. Doğrudur, olar. Məsəl üçün elə yuxarıda şəkildə qamçısı göstərilib, yaşıl evqlinanın heyvandır. Olar, elə cavabımız B bəndi olacaq 57-ci sualda. Digərinə baxaq. Əksər iki membranlı orqanoidlər irsiyyət daşıyıcılarına malik deyil. Xeyr, malikdir, DNT-ləri var. ATF sintezdən orqanoidlər özünü törədə bilmir. Heyvan hüceyrələrində ATF sintez olunur, orqanoid kimi mitoxondridə və o da özünü törədə bilir. Y bəndində həm xloroplast, həm də mitoxondri matriksə malikdir. Xloroplast ümumiyyətlə heyvan hüceyrələrində yoxdur. Xromatofor var, yaşıl evqinində volvoxda. Əgər olsaydı belə, onda matriks yox, stroma olardı. Ona görə cavabımız doğru deyil. 58-ci suala. Şəkildəki orqanoid üçün doğru fikri müəyyən edin. Bu Holgi kompleksidir. Demək, Holgi kompleksi doğru fikir. Dənəvər və hamar tipləri var, xeyr. İkiyə bölünmə yolu ilə çoxala bilmir, bəli, çoxala bilmir. Cavabımız B bəndidir. 2 lipid qatı 4 lipid cərgəsi var, xeyr. 1 lipid qatı 2 lipid cərgəsi var. Siyanobakteriyalarda rast gəlinir, rast gəlinməz. İşıq enerjisini udmaq qabiliyyətinə malikdir. Bu da xloroplasta xasdır. Ona görə cavabımız B bəndi. 59-cu sual. Ən qədim xlorofilli orqanizmlər siyanobakteriyalar və yaxud da onlara göy yaşıl yosunlar demiş oluruq. Yəni cavabımız Y bəndi. 60-cı sualda hüceyrə daxili həzm prosesini həyata keçirir. Lizosom A bəndi olaraq götürmüş oluruq cavabımız. Belə, əzizlərim, bu dəfəki videomuzda 60 sualın izahını qeyd elədik. Növbəti videomuzda inşallah sona qədər sualların izahını, davamını qeyd eləyəcək sizlərlə. Sağ olun, hələlik Allah'a emanet olun.